İblisina hiç kimse görmek istemeyen biri kadar kör olamaz. Kitabını oxuyuram. Hal-hazırda 43-cü səhifədəyəm və mənə maraqlı gələn bir hissəni sizlə bölüşmək istəyirəm. Varlıq, var olmaq və üzərində düşünmək. Əslində İbn-Sina insanlığın təbəl məsələləri üzərində həmişə beyni yorub. Yəni hər zaman fikirləşib, haradan gəlmişik, hara gedirik, niyə varıq, var olmaq nədir? İbn-Sinanın əsas, fəlsəfəsinin təməlində bu dayanır. Burada da yazılıb. Mümkün varlıq, zorunlu varlıq. Nə deyir burada? Bir başqası dolayısıyla var olan hər varlıq yalnız qaldığı zaman ortadan kalkar ya da yoxluğa düşər. Çünki onun varlığı bir başqasından gəlməkdir. Varlığı bir başqasına bağlı olmayan varlığa zorunlu varlıq denir. Yəni, qısaca belə ifadə edeyim. İbn-Sina deyir ki, zorunlu varlıq dediyi bizi yaradan Tanrıdır, hər şey yaradan Tanrıdır. Amma mümkün varlıq isə yaratdıqlarıdır. Və deyir ki, zorunlu varlıq bir başqası tərəfindən yarana bilməz. Yalnız özü var ola bilər. Və bu, ümumiyyətcə, mümkün və zorunlu varlıq məsələsi, fəlsəfəsi İbn-Sinanın əsas fəlsəfəsinin təməllərindən danışır. Və daha sonra bu hissəsi mənə maraqlı gəldi. Ümumiyyətcə, burada da yenə dediyim kimi, bu hissəni oxuyanda mən elə bir ki, aydınlandım bir növ. Həqiqətən mənə çox şey öyrətdi bu hissə və burada fikir verirəm, İbn-Sina insanın varlığını izah eləməyə çalışır ki, necə varlıq ümumiyyətcə nədir, necə var olunur, öz fəlsəfəsinə uyğun izah eləməyə çalışır və ən əsası Quranın çəkdiyi çərçivədən kənara çıxmadan izah eləməyə çalışır. Burada hamısı qeyd olunub bu mövzular. Necədir? İslam mədəniyyətinə, Qurana necə sadiq qalınğı haqqında danışılır burada. Mənə də ən çox maraqlı gələn hissə bu hissədir. Bura kimi. Əslində bu hissə nəinki mənə bütün dünyaya maraqlı gəlir də və bir çox insanların hələ də sorğuladığı mövzulardan biridir. Baxın, burada da yazılıb ki, İbn-Sinaya görə teorik fəlsəfə en yüksək bilgiləri içerir. Bunlar ilim, ul-ala, yücə bilgilər, metafiziyin təbəl konusu da varlıqdır. Metafiziyin ən əsas mövzusu varlıqdır. Yuxarıda da bahs etdiyimiz gibi varlıq kendisi dışında bir şeylə açıqlanamaz və akıl yoluyla anlaşılabilir. Gördüyünüz gibidir, varlıq yalnız demir də, deyəlidir ki, ağıl yoluyla başa düşülə bilər insan varlığı, özünü dərk etmə. Bu hardasa başa düşüləndi, bunu anladım bura kimi. Bunu daha yaxşı sobutlaşdırmaq, yəni dəqiqləşdirmək üçün boşluqda uçan adam örnəyini vermişdir. Boşluqda uçan adam örneği məni düşündürdü. Çox bilinən bu örnəkdə boşluqda uçan bir adam heç bir yerə təmas etmir, heç bir duyu orqanıyla bir veri əldə eləmir. Yəni maddeyi tanımlamayan bütün boyutlardan bir haberdir. Buna rağmen kendisinin var olduğunu bilir ve varım der. Varım der, işte bu vasıtasız bir şekilde varlığın farkına varmaktır. Yəni bir sıra deyir ki, təsəvvür edin, ilk yaradığınız anı təsəvvür edin, boşluqdayıq, heç bir duyğu orqanımız işləmir. Nə hiss edirik, nə görürük, nə duyuruq, nə toxula bilirik, heç bir şey. Və yalnız düşünə bilirik ki, biz varıq hal-hazırda, amma onu yalnız ağlımızla anlaya bilirik. Yəni, amma bilmirik ki, necə düşünürük? Bax, o sual məni düşündürür. Yaxşı, biz düşünə bilirik ki, varıq. Heç bir duyğuyla təmas etmirik. Heç duyğu orqanlarımız fəaliyyətdə deyil. Toxula bilmirik, dad bilmirik, görə bilmirik, eşidə bilmirik, hissiyat yoxdur, heç nə yoxdur. Amma boşluqda varıq. Fakt olaraq varıq. Amma bunu bilmirik. Sizcə bu mümkündürmü? Sual verirəm. Mən əslində buna cavab olaraq deyərdim ki, bəncə, yəni ki, əgər mən bədən olaraq, fiziki olaraq varamsa, amma heç bir duyğu orqanım işləmirsə, heç bir hissiyatım yoxdursa, əslində mən bir növ yoxam. Çünki mənə gəlir əslində beyni, yəni idarə sistemləri işləməyəndən sonra, fəaliyyətdə olmayandan sonra insan necə düşünə bilər?
Yəni demək ki, beyin fəaliyyətdə deyil. Əgər beyin fəaliyyətdədirsə, mütləq ki, biz toxuna da biləcəyik, hiss edə biləcəyik və o cümlədən digər duyğularımız da aktivləşəcək. Əgər beyin fəaliyyətdə deyilsə, biz o duyğuları tamamilə blokada altına alırıq da. Əgər beyin fəaliyyətdə deyilsə, mən necə düşünürəm ki, mən varam? Mən bu sual altındadır. Yəni biraz elmi cəhətdən yanaşıram, yəni fəlsəfi cəhətdən yanaşmıram. Yəni məni düşündürən mövzulardan biri bu hissədə idi. Yəni bu balaca bir abzas, bu hissə, yəni yüzlərlə söz yazmaq olar. Yəni bu məsələ yüzlərlə fikir bildirmək olar. Yanlış, doğru. Fikir bildirmək məncə azaddır. Mən də belə düşünürəm ki, məncə mən boşluğun içində bir duyğu blokadasına girirəmsə, mənim beynim necə fəaliyyətdə ola bilər? Əgər mən heç el əlaqəyə girmir, amma var olduğumu düşünürəmsə, mənim beynim fəaliyyətdədir. Beynim fəaliyyətdədirsə, mən necə bütün hər bir şeydən blokada vəziyyətində sadəcə boşluqdayam. Əgər boşluqdayamsa, deməli mənim beynim fəaliyyətdə deyil və mən düşünmürəm ki, varam. Mən belə düşünürəm. Yəni siz nə deyirsiniz? Mənə fikirləriniz maraqlıdır. Bu hissə məni düşündürdü və çox gözəl də həqiqətən də yazılıb. Bəlkə də sırf elə düşündürmək üçün yazılıb. Və yenə deyirəm, bu mövzu indiyə kimi öz aktuallığını qoruyan mövzulardan biridir. Fikirlərinizi bölüşməyi unutmayın.